Salamlayıram həmvətənlərimi. Mən hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru Arihedi Az saytının rəhbəri olaraq Fransadan sizləri salamlayıram. Bəli, mən indi hal-hazırda insan haqları mərkəzindəyəm. Burada da öz fikrimi bildirdim, müzakirələr olundu və həqiqətdə hüquqla bağlı olan hər bir şey həqiqət faktlara əsasən söykənir. Biz bununla fəxr etməliyik ki, Azərbaycan dövləti hüququ, demokratik bir dövlətdə yaşayırıq. Azərbaycanımızda söz azadlığı vardır. Bəli, bəzi radikal müxalifət sosial şəbəkələrdən Azərbaycan dövlətinin üzərinə gedərək Azərbaycanımızı qara yaxma kampaniyaları irəli sürməklə bunlar hələ düşünür ki, nəsə əldə edə bilərlər. Ancaq çox təəssüflər ki, hüquqi dövlətdə saxta fikirlər, saxta bəyanatlar, saxta yazılar, saxta sosialda o qara yaxma kampaniyaları heç bir zaman irəli gedə bilməz. Əziz həmvətənlərim, Azərbaycan Daxili İşlər Nazirlik polis əməkdaşları həqiqətən də vətəndaşlarına yüksək səviyyədə xidmət edir. Cinayətkarlığa qarşı mübarizə aparır. Biz vətəndaşlar gecə evimizə, işimizdən, gücümüzdən, işimizi bitirəndən sonra hara gedirik? Mənzilimizə. Mənzilimizə daxil oluruq, avtomobili çöldə saxlayırıq, qapımızı bağlayırıq, otururuq, ailəmizlə məşğul oluruq. Ancaq bizim gecədən səhərə qədər, sübhə qədər bizi kim ictimai təhlükəsizliyimizi qoruyur? Azərbaycan polisi. Yağışda, qışda, çoğunda, qarda, bayram bilmir. Hər zaman bizim polisimiz bizi ictimai təhlükəsizliyimizi qoruyur və cinayətkarlığa qarşı mübarizə aparır. Bəli, bu tərif deyil, bu faktdır. Mən hüquqşünas olaraq faktlara söykənirəm, fikirlərimi bildirirəm. Əziz həmvətənlərim, əziz Azərbaycan xalqım, sizlərə səslənirəm. Gəncədə olan hadisə Elgün İbrahimovna, Azərbaycan Respublikasının vətəndaşı 17 yaşlı gəncimiz dünyasının dəyişməsi ilə bağlı olaraq mən sizlərə fikrimi bildirmək istəyirəm. Biz o sosial şəbəkələrdə yazılara, saxta yazılara ehtiyac yoxdur qulaq asmaq. Hüquq tərif xoşlamır. Allah rəhmət etsin Elgün İbrahimovu. Ancaq biz hüquqa əsaslanaraq hüquqla addımlarımızı atmalıyıq. Bəli, o sosial şəbəkələrdə saxta yazılara fikir verməli deyilik. Gəncə polisi, Baş Polis İdarəsi, Cənab General Teymur müəllim də, polis əməkdaşları da bu hadisə ilə bağlı olaraq tam əminliklə söyləyirəm ki, hüququn mərkəzidir də bura, Fransa, düzdürmü? Hüquq özdə İnsan Haqları Mərkəzinin də düz önündən bu fikirləri söyləyirəm. İçəridə çəkiliş edə bilmirəm. Ona görə düz önündən çöldən çəkiliş edərək həmvətənlərimə fikirlərimi bildirmək istəyirəm ki, həqiqətən də Gəncə polisi gəncəlilərə yüksək səviyyədə xidmət edir. Cinayətkarlığa qarşı mübarizə aparılır. Elgün İbrahimov, mən bir hüquq eksperti olaraq özüm araşdırmağımı, bu fikrimi araşdırmağımı mən sizlərə bildirmək istəyirəm. Elgün İbrahimovun bütün o sosial şəbəkələrdə mən də baxmışam, mühafizəçinin dindirilməsində də o sosial şəbəkədə nə cür çıxış edir, onu da hər bir şeyi detallara baxaraq hüququ mən özümdə qiymət verirəm ki, bu qətlə deyil. Burada qətlə söhbəti ola bilməz. Qısa sizə məlumatı verirəm. Qısa.
Bu qətlə deyil. Bu intihardır. Bu şəxs özünü intihar edib. Bu şəxs özünü intihar edib. Elgün İbrahimovu Allah rəhmət etsin. Ancaq Azərbaycan Respublikamızın hüquq mühafizə orqanlarının üzərinə qara yaxma kampanyaları irəli sürməyə ehtiyac yoxdur. Və Azərbaycan polisinə də qara yaxma kampanyası irəli sürməyə ehtiyac yoxdur. Əziz Azərbaycan xalqım, o radikal müxalifətin fikirlərinə, sosial şəbəkədə yazılarına, YouTube kanallarına qulaq asmalı deyilik. Onlar kimdirlər? Onlar özləri cinayətkardırlar. Onlar cinayətkardırlar. Avropaya gələrək onlar gizlənən şəxslərdir. Çox təəssüflər ki, onların sözünə dərhal qulaq asaraq reaksiya verilir. Mən bu cür qənaətə gəlirəm ki, onların sözünə reaksiya verən o cür şəxslərdir. Ona görə biz ilk növbədə gözləməliyik Daxili İşlər Nazirliyinin istintaqı və Baş Prokurorluğun istintaqını, cavabını gözləməliyik. İstintaq aparılır, istintaq araşdırmaları gedir. Dərhal qərar verməyə ehtiyac yoxdur. Sən, mən kimi ki qərar verək? İstintaq gedir, istintaq araşdırmaları gedir. Ona görə istintaq araşdırmasının sonunu gözləməliyik. Baş Prokurorluğundan Daxili İşlər Nazirliyinin fikrini bilməliyik. Ona görə əziz həmvətənləri, Azərbaycan polisi vətəndaşına xidmət edir, Gəncə polisi də Gəncəlilərə xidmət edir. Gəncə sakinləri, Gəncə polisinə etibarı vardır.